Ya Rəbbim, bacı qardaşlarımın, həyatlarını sənin gözəl vədinlə, ya Rəbb, xeyir dualandırıram. Ya Rəbb, mənə verdiyin səlahiyyətlə, ata, hər birində olan mənfi nə varsa, hər birini tamamilə sənin ismində, sənin adında. Necə ki, sənin kəlamın deyir, hansı xəstənin üzərinə əlinizi qoyacaqsınız, o sağalacaqdır. Mən daha da, ata, sənin mənə verdiyin, ata, o güclə, o qüvvə ilə, o səlahiyyətlə əlimi uzadıram. Hər bir ağrı çəkən xəstənin üzərinə. İsa'nın ismi ilə bəyan edirəm hər bir bədənə sağlamlıq ruhunu. Elə bir sağlamlıq ki, o bütün bədənləri tamamilə xəstəlikdən azad etsin. Ata, sən kəlamın dedi. Hansı xəstənin üzərinə qoyacaqsınız? Fərq etmədi o necə böyük xəstədir. Fərq etmədi ki, o nə böyük yaralara malikdir. Ancaq sənin kəlamının gücü, qüvvəsi bu yerdə ya Rəbb hərəkətə keçir. Biz bu dünyada yaşayırıq, ata. Bizim əllərimiz, ata, sehirli əllər deyil. Bizim əllərimiz sənin gücünlə möcüzələr və xariqələr yaradır, ya Rəbb. Və bu əllərimizi, ata, sənə qaldırırıq. Və sənin məhsin altında bütün xəstələr üzərinə, bütün, ata, ağrı çəkən, əziyyət çəkən hər bir xəstənin üzərinə bəyan edirəm. İsa Məsih adı naminə. Qoy bütün ağrılar yox olsun. Bütün bədənlərdə olan yaralar, qırıqlar, söküklər, əzilmələr bərpa olunsun. İsa Məsihin ismində və adında. Sən dedin, gecə gündüz durmadan dua edən, göz yaşlarıyla mənim qarşıma gələn övladlarıma cavab verməyəcəyəmmi? Ata, sənin sözün, sənin ata kəlamının gücü ilə, qüdrəti ilə və dua edirik. Və hər bir bacı qardaşımın ağrılarını, hər bir bacı qardaşımın sıxıntılarını, streslərini, düzgün olmayan həyat tərzlərini sənin qarşına gətirirəm. Hər ay çəkirəm. Necə ki, Davud çəkdi. Səni çağırdı, sən ona cavab verdin, ya Rəbb. Davud onu necə gördüsə, mən də ruhani anlamda onu görmək istəyirəm və sənin qarşına gəlirəm, ya Rəbb. Ya Rəbb, cavab ver. Hər bir bacı qardaşlarımın ağrılarına cavab ver. Qoy bütün stresdən tamamilə onlar, ata, azad olsun. Və hər bir dünyanın sınaqlarından, imtihanlarından, ya Rəbb, sənin gücünlə, qüdrətinlə, sənin xeyirduan altında çıxa bilsinlər. İsa'nın ismi ilə. Ata, sən böyük bir vədlər verdin bizə. O Kənan torpaqlarını, bal, süd axan torpaqlarını. Sənin kəlamın dedi, ya Rəbb. Yanınızda 1000 nəfər, sağınızda 10.000 nəfər qırılsa da sizə xətər dəyməyəcək. Və dua edirəm, ya Rəbb, sənin kəlamının gücünü, qüvvəsini bəyan edirəm. Hər bir bacı qardaşımın həyatına qoy, ata, bütün ölü hüceyrələr tamamilə bərpa olunsun. Qoy bədənlərə sənin işığın gəlsin. Qoy bütün düşüncə, ağıl tamamilə dünya tərzindən azad olsun. İsa'nın ismində və adında. Və sənin azadlığın gəlsin. Bədənlərə, ölmüş hüceyrələr, ata, dirilsin. Necə ki, sən, ata, o cənaziyə yaxınlaşdın, ata. Orada olan ölünü tamamilə sən diriltdin, ata. Sənin gəlişin, ata, hər bir tərəfə tamamilə, ya Rəbb, diriliş verirdi. Necə ki, kəlamında deyirsən, ya Rəbb, mənim etdiyimdən də çox söz edəcəksiniz. Sən eyni səlahiyyəti öz övladlarına verdin. Necə ki, atada nə vardısa sənə keçdi, bir oğul kimi. Eləcə də, ata, nə vardısa səndə eyni şəkildə bizə də keçdi, ya Rəbb. Sənin kəlamın deyir, mənim etdiyimdən də çox edəcəksiniz. Və dua edirəm, ya Rəbb. Bütün bacı qardaşlarımı, sənin sevdiyin, seçdiyin, sevimli övladlarını sənin qarşına gətirirəm. Qoy hər bir ağırlıq yük onlardan yox olsun. Dünyadan gələn, nəsildən, nəcabətdən gələn, daşıya bilməyəcək ağır yüklər yox olsun. Və sənin ruhun altında rahatlıq tapsınlar. Yoxsulluq ruhunu bağlayıram, necə ki, sənin kəlamın deyir. İlanları, əqrəbləri əzəcəksiniz. Hər bir yoxsulluq ruhunu bağlayıram. İsa Məsih adı naminə bağlayıram.
Qoy hər bir evə, hər bir aliyə, hər bir düşüncəyə, hər bir ağla sənin ata xeyirdə axırın gəlsin. Qoy o ilan əqrəblər tamamilə ayaqlar altında qalsın. Şeytani şər ruhlar, murdar ruhlar tamamilə ayaqlar altında qalsın. Ya Rəbb, sənin gücün, qüdrətin elə axsın ki, bizim etdiyimiz dua vasitəsilə. Necə ki, kəlamın deyir, gecə gündüz göz yaşları ilə dua edən övladlarıma cavab verməyəcəyəmmi? Əlbəttə verəcəksən, ya Rəbb. Əlbəttə sən hər bir şeyi, hər bir qaranlığı işığa çevirirsən. Sənə şükürlər olsun, sənə izzət olsun. Qoy evlərdə olan hər bir ab-ı hava, hər bir qaranlıq işığa çevirəsin. Nəzarətli İsa Məsih adı naminə dua edirəm, bəyan edirəm. Bütün qaranlıqlar yox olsun o yerlərdən və sənin işığın tamamilə evləri bürüsün.